ilk olaraq məhz bu Volvo 960-da sağ, yəni avtomobilin yandan qəza konstruksiyası bu avtomobildə kəşf olunub. Bu gün də həmin o konstruktiv özəllik müasir avtomobillərin hamısına tətbiq olunur. Yəni avtomobil platformaları qurulanda, skeleti qurulanda həmin o Volvo mühəndisliyi orada tətbiq olunur. Bugün sürdüyümüz avtomobillərin təhlükəsiz olmağını əslində Volvo mühəndislərinə borcluyuq. Bu 960 ölkəmizdə yaxşı vəziyyətdə qalmış, restavrasiya keçmiş, qulluq olunmuş Volvolar sırasındadır. Mən yəni çox Volvolar görürəm, amma məhz 960 belə vəziyyətdə etiraf edim ki, görməmişəm. Bəlkə də siz görmüsünüz, tanışlarınızda yaxud elə özünüzdə var. Əla vəziyyətdədir. Yəni askısı, mühərriki. Düzdür, bir sıra klassik avtomobillər olduğu kimi hər avtomobilin yəni texniki qulluğa ehtiyacı var. Bu avtomobildə də elədir. Normaldır bu.